Neftçini götürməsə, çünki ən çox Neftçidə oynamışam. Saturnu götürərəm. Çünki ilk oyunu, ilk karyeramda komanda olub. Orada böyük futbolçularla oynamışam. Rusiya üçün çox belə legendalar idi də. Onlar üçün əfsanələr idi. Laskov, Lokomotivin ən çox qol vuran, neçə illərdə oynayıb Yevseyevdə, Krылья Sovetovun əfsanəsi Karyaka, Bayarinцев Spartakda, nə bilim Parfyonov Spartakın. Onlar bitirdi kariyer evine oraya geldi. Ora gəldi. Hamısı qocalar idi. Goalkeeper də var. Mən idim, bir dənə də iki cavan idi. Hamısı birisilər, hamısı daha çox qoca idi. Amma təcrübə üçün yaxşı bir fürsət idi. Çox yaxşı idi. Onlarla vaxt keçirmək çox əldə idi. Onlardan öyrənmək, onlarla danışmaq. Mən 17 yaşım var idi ora gələndə. Ona görə çox xoşbəxt idim. O həmişə yadda qalandı. Məşqçimiz də bizim ikinci komandanın məşqçisi birinci komanda getdi. Məni də özünlə götürdü Qardiyev. Ona görə mən rahat oldu. Ona həmişə təşəkkürümü bildirirəm. O doğrudan da mənim üçün futbol üçün mənə çox şey verdi.